Salam, hər vaxtınız xeyir olsun. Əziz kanal izləyiciləri və əziz 9-cular. Bugün sizlərlə 13 aprel 9-cu sinif buraxılı imtahanı dəstək məqsədi ilə 9-cu sinif riyaziyyat ümumi sınavın izahını sizinlə paylaşacağam. Vaxt itirmədən keçək sualların izahına. Başlayaq 31 nömrəli tapşırıqla. 31 nömrəli tapşırıqda yazıb ki, ABC hasili bərabərdir 0 və AB hasili 0-dan kiçik olarsa, hansı ifadələrin mənası olmaya bilər. Baxın, əgər ABC hasilini mənə 0 veribsə, deməli burada vuruqlardan biri 0-a bərabərdir. AB hasili 0-dan ciddi kiçik olduğuna görə, deməli nə A, nə də B 0-a bərabər deyil. ABC hasilinin 0-a bərabər olduğunu bildiyimizə görə, buradan deməli C 0-a bərabərdir. C-nin biz 0-a bərabər olduğunu tapdıq. C-miz 0-dır. İndi sonra deyir ki, hansı ifadələrin mənası olmaya bilər? İndi baxın, 3-cü variantda yazıb ki, məxrəcə görəm ki, C var. Biz C-nin qiymətini 0 tapdığımıza görə, deməli bu ifadənin mənası olmayacaq. 3-ü götürürük, A variantını, B variantını çıxırıq. Qalır C, D və Y variantlarını. Daha sonra birinci varianta baxaq. Məxrəcdə B plus A var. B plus A, deməli AB hasili 0-dan kiçik olduğuna görə, deməli bunlardan biri müsbətdir, biri mənfidir. Yəni bunlar əks işarəli ədədlərdir və aynən B əks işarəli ədədlər ola bilər deyənə B plus A məxrəc 0 ola bilər. Ona görə birincisinin də mənası olmaya bilər. Biri də götürürük, olur 1, 3. Daha sonra burada ikinci varianta baxsaq görərik ki, ikinci variantda yazılıb C minus A bölünsün məxrəcdən mənfi B minus A-dır. Mən məxrəcdən mənfini mötərizə xaricində çıxarsaq, deməli ikinci variantı buradan yazacaq. Sürətdə C minus A-dır, məxrəcdə də mənfini mötərizə xaricində çıxaranda olur B plus A. Burada yenə B plus A cəmi 0-a bərabər ola bilər deyənə məxrəc 0 olur və bu ifadənin də mənası olmaya bilər. Deməli ikincisini götürürük. Daha sonra dördüncü variantı da baxsaq, yenə məxrəcdə mənfi A minus B-dir. Biz oradan mənfini mötərizə xaricində çıxaranda olur mənfi A plus B. A plus B cəminin də 0-a bərabər olduğunu nəzərə aldığımıza görə, deməli bu da 0-a bərabər ola bilər. 1, 2, 3, 4 və hələ ki 5-ci varianta baxaq. 5-ci variantda B minus C-dir məxrəc. C-ni 0-a bərabər tapmışdıq, B isə 0-dan fərqlidir. Məxrəc 0-dan fərqli olur deyənə 5-i çıxırıq buradan. Deməli cavabımız olur burada 1, 2, 3, 4, 4-cü variant, yəni D variantı. Davam edək 32 nömrəli tapşırığına. Yazıb ki, 56745 vurulsun 778956 ədədinin 25-ə bölünməsindən alınan qalığı tapın. Bu tip suallarda hasilin müəyyən bir ədədə bölünməsindən alınan qalığı tapın tipli suallarda hər bir vuruğun ayrı-ayrılıqda 25-ə bölünməsindən alınan qalığı tapıb, daha sonra tapdığımız qalıqların hasilinin yenə 25-ə bölünməsindən alınan qalığı tapmalıyıq. Məsələn, burada bizim vuruqlarımız 56745 və vuruqlarımızın hər birinin, yəni 56745-in, həm də 78956-nın 25-ə bölünməsindən əvvəlcə alınan qalıqları taparıq. Burada 56745-i gəlin 25-ə bölək. 56 25-ə bölünür 2 dəfə. 2 dəfə 25 olur 50. 56-dan 50 çıxanda olur 6. 67 bölünür yenə 2 dəfə. 2 dəfə 25 50 olur. Qalır 17. 4-ü gətirir 174 bölünür. Deməli 6 dəfə 25 150 olur, 24 qalır, 5-i də gətirəndə 245 və 245 də 25-ə neçə dəfə bölünür? Deməli 9 dəfə. 9 dəfə 45, 5, 4 yadda 225 və qalır 20. Deməli vuruqlardan birinci vuruğun 56745-in 25-ə bölünməsindən alınan qalıq 20-dir. Daha sonra 78956 ədədinin də 25-ə bölünməsindən alınan qalığı taparıq. Bunu da 25-ə bölərik. 78 25-ə bölünür 3 dəfə. 3 dəfə 25, 75. Qalır 3. Daha sonra 9-u gətiririk. 39 olur. 39 25-ə 1 dəfə. 1 dəfə 25, 25. 14 qalır 145. 145 bölünür 5 dəfə. 125 qalır 26 gətiririk. 206-nı da 25-ə böləndə 8 dəfə bölünür. Qalır 6. Deməli uşaqlar, burada hər iki vuruğun 25-ə bölünməsindən alınan qalıqları tapdıq. 20 və 6.
Daha sonra biz bunların hasilinin 25-ə bölünməsindən alınan qalığı tapmalıyıq. 20 vur 6-nın 25-ə bölərik. 20 dəfə 6 120 edir. 120-ni də 25-ə böləndə 4 dəfə və qalıq da 20 qalır. Cavabımız burada 3-cü, daha doğrusu 4-cü variant D variantıdır. Cavab burada 20-yə bərabərdir. Davam edək 33 nömrəli tapşırıqla. Yazıb ki, rəqəmləri cəmi 15 olan ən kiçik 3 rəqəmli ədədin rəqəmlərinin hasilini tapın. Rəqəmləri cəmi 15 olan ən kiçik 3 rəqəmli ədəd 159 olacaq. 159. Rəqəmləri cəmi 15-dir və ən kiçik 3 rəqəmli ədəddir. Rəqəmləri cəmi 15 olan ən kiçik 3 rəqəmli ədəd. Və bizdən bunun rəqəmləri hasilini istəyir. 1 vur 5 vur 9, cavabımız olur 45. D variantı. Baxaq 34 nömrəli tapşırığa. Yazıb ki, x, y, z və ABC ədədləri 43-ə tam bölünür. X, y, z ABC ədədinin 43-ə bölünməsindən alınan qalığı tapın. Biz əvvəlcə gəlin həm x, y, z-i, həm ABC-ni 43-ə bölünən bir 3 rəqəmli ədəd götürək. Məsələn, x, y, z-ə deyək bir 129 43-ə tam bölünür və ABC 3 rəqəmli ədədinə də deyək, deməli 172. Bu da 43-ə tam bölünür. Daha sonra bu ədədləri yanaşı yazsaq olacaq 129.172. Və biz bu ədədin 43-ə bölünməsindən alınan qalığı gəlin tapaq. Burada deməli 129 bölünür 4 dəfə, daha doğrusu 3 dəfə, 129 dəfə qalır 0. 1-i gətiririk, bölünmür, bura 0 atırıq, 7-ni gətiririk, bölünmür, bura bir dənə 0 atırıq. 172 də bölünür 4 dəfə. 3004 dəfə tam bölünür və qalıqdakı 0 qalır. Buna görə cavabımız olur burada Y variantı 0. 35-ci suala baxaq. Yazıb ki, məxrəci 129 olan neçə ixtisar olunmayan düzgün kəsir var. Biz yəni 129-dan kiçik 129 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmalıyıq. Bunun üçün düstur var. Hər hansı P ədədindən kiçik P ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapılma düsturu. Əvvəlcə ədədi sadə vurğulara ayırmalıyıq. 129-u sadə vurğulara ayırarıq. 3-ə bölünür 43 dəfə. 43 dəki sadə olduğuna görə elə 43-ə bölünür 1 dəfə. Bunun sadə vurğuları oldu 3 və 43. Daha sonra 129-u vururuq 1 çıx 3-də 1 vurulsun 1 çıx 43-də 1-ə. Bu da bərabər olacaq 129 vurulsun 3-də 2 vurulsun 43-də 2. Burada da məxrəzdəki 3 vur 43 ilə 129 ixtisar gedir, qalır 4 dənə. Deməli, burada 129-dan kiçik 43-də daha doğrusu bu 42 edir. Cavab olur 84 dənə. Bəli. Deməli 129-dan kiçik 129 ilə qarşılıqlı sadə olan ədədlərin sayı 84 dənədir. Bizdən də məxrəci 129 olan və neçə ixtisar olunmayan düzgün kəsr olduğunu soruşurdu. Biz düsturun köməyi ilə bunu tapdıq. P ədədindən kiçik P ilə qarşılıqlı sadə olan ədədlərin sayının tapılma düsturunun köməyi ilə. 36-cı tapşırığa baxaq. Cədvəldəki kəsirlərin hansı hissəsi ixtisar olunmayan kəsirdir? Ümumi gəlin cədvəldə olan ədədlərin ümumi sayını tapaq. 1, 2, 3, 4, 12 dənə burada cədvəldə ədəd var. Və görək bu ədədlərdən neçəsi ixtisar olunmayan kəsirdir. Məsələn, birinci sətrin, birinci sütununda 102-də 16 kəsir verilib. Bu ixtisar olunandır. Daha sonra 65-də 13 kəsiri də 13-ə ixtisar olunur, sürəti və məxrəci. 99-da 14 kəsiri ixtisar olunmayandır, ixtisar olunmur. Daha sonra 13-də 4 kəsiri də ixtisar olunmayandır. 135-də 3 ixtisar olunandır. 13-də 49 ixtisar olunmayandır. 16-da 9 da həmçinin ixtisar olunmur. 145-də 25 ixtisar olunur. Daha sonra 155-də 9 bu görək, bu da ixtisar olunmur. 88-də 11 ixtisar olunur. Bizdən ilə ixtisar olunmayanları istəyir də. Ona görə bunu götürək, bunu götürməyək. 145-də 4 ixtisar olunmur və 13-də 14 ixtisar olunmur. Görə neçədən ixtisar olunmayan oldu? 1, 2, 3, 4, 5, 6, 7 dənə. Deməli, bu cədvəldəki ədədlərin 7 dənəsi ixtisar olunmayandır. Bizdən hissə olaraq soruşur. Cavabımız olur 12-də 7. 37 nömrəli tapşırığa baxaq. Yazıb ki, eni 56 sm, uzunluğu 72 sm olan düzbucaqlı şəklində bir bağçanın bərabər aralıqda ağac əkiləcəkdir. Bağçanın 4 küncünə də ağac əkilməsi şərti ilə
ən az neçə ağac əkəcəklər? Deməli, gəlin əvvəlcə bir düzbucaqlı şəklində bir bağ təsvir eləyək. Məsələn, 37-ci sualı yazırıq buradan. Bir düzbucaqlı formalı bağı təsvir eləyərik burada. Bu düzbucaqlının eni 56 santimetrdir. Eni 56 santimetr, uzunluğu isə 72 santimetrdir. Və bu bağçanın ətrafı boyunca alma ağacları əkirlər və bu ağaclar arasındakı məsafə bərabər olmalıdır. Hər küncündə də bir ağac əkilməlidir. Məsələn, tutaq ki, bu küncdə bir ağac əkirlər, daha sonra bu biri küncdə, aşağıdakı küncdə və bu dördüncü küncdə ağac əkirlər. İndi daha sonra bundan sonra əkiləcək ağaclar, yəni həm eni boyunca, həm uzunluğu boyunca əkiləcək bu ağaclar arasındakı məsafə eyni olmalıdır. Biz 56 ilə ən az neçə ağac əkilməlidir? Ən az neçə ağac əkilməlidir soruşduğuna görə biz ağaclar arasındakı məsafəni böyük götürməliyik ki, çox götürməliyik ki, ağac sayı daha az olsun. Bunun üçün də biz 56 və 72 üçün əbob tapmalıyıq. Yəni həm 56-ya, həm 72-yə bölünən ən böyük ədədi taparıq. 56 ilə 72 üçün əbob, deməli, bunları sadə vurullara ayıraq. 56 8-dir. Bəli, bunların əbobu 8-dir. Deməli, ağaclar arasındakı məsafə 8 cm olacaq. İndi uzunluğu boyunca hər küncündə, burada 2 ağac əkmişəm artıq. 72-ni də 8-ə böləndə 9 aralıq düşür də. Deməli, burada görə neçə dənə ağac yerləşəcək. Deməli, 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6, 7, 1, 2, 3, 4, 5, 6, 7, 8 və burada da bir ağac əksək, qutardı. Deməli, uzunluğu boyunca 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə ağac əkdik. İndi eni boyunca baxaq, 56-nı da 8-ə böləndə 7 ağac olur. Deməli, burada da 7 dənə ağac yerləşdirməliyik. Deməli, 1, 2, 3, 4, 5-dir. Burada da bir dənə əksək. 1, 2, 3, 4, 5, 6 və burada da bir dənə əkməliyik. Deməli, eni boyunca da 1, 2, 3, 4, 5 dənə. 5 dənə burada, 5 dənə sol tərəfdə. Ümumi olur 10 dənə. Yuxarıda neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, 10 dənə yuxarıda olur. Bircə dəqiqə. 1, 72, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 9, 8, 72 eləyir. Bəli. İndi burada 10 dənə ağac yuxarıda olur. 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5, 6, 7, 8, 9, 10. 10 da aşağıda olur. 20 dənə ağac. İndi eni boyunca da baxsaq. Deməli, baxın, burada 1, 2, 3, 4, 5, 6, 7. Eni boyunca görə neçə dənə ağac olur? 1 dənə, 2 dənə, 3 dənə, 4, 5, 6, 7. 7 solda, 7 də sağda. Olur 14. 20-nin üzərinə də 14 gələndə cavab olur burada 34. Burada 20, solda və sağda 6, cavab olur 32 ağac. Deməli, 37-ci tapşırıqda cavabımız olur A variantı. Davam eləyək 38 nömrəli tapşırığına. Yazıb ki, A ədədi B-nin 40% olarsa, A böl B nisbətini tapın. A böl B nisbətini tapın. Gəlin yazaq. Yazıb ki, A ədədi B-nin 40%-dir. Yəni, A bərabərdir. B-nin 40%-i necə tapılacaq? B-ni 40%-ə vuracam və 100%-ə böləcəm. Bu olur 0,4B. Deməli, A-mız 0,4B-yə bərabərdir. İndi bizdən A böl B nisbətini istəyir. Mən bunu kəsr kimi yazsaq, sürətli olacaq A, məxrəcdə olacaq B. A-nın yerinə 0,4B yazsaq, olacaq 0,4B bölünsün B. Buradan da B-lər ixtisar gedəndən sonra cavabımız qalır 10'da 4. 10'da 4 də nə deməkdir? 5'də 2. Cavab olur burada A variantı. 38 nömrəli tapşırıqda cavabımız oldu A variantı. 39'a baxaq. Yazıb ki, modulda x, y bərabərdir mənfi 4x və modulda y bölü x bərabərdir 4'də 1 y olarsa x bölü y cəmini tapın. Maraqlı sualdır. Deməli, baxaq. Modulda x, y bərabərdir mənfi 4x verir. Biz bilirik ki, modul daxili ifadədən heç vaxt mənfi bir ifadə çıxa bilməz. Əgər bu mənfi 4x-ə bərabərdirsə, deməli bizim x-imiz də mənfi olmalıdır ki, qarşısındakı mənfi 4-də hasilindən sonra bu modul müsbət bir ədədə bərabər olsun. Ona görə də deməli biz tapdıq ki, x-imiz 0-dan kiçikdir.
X-imiz sıfırdan kiçikdir. Digər tərəfdən burada modulda y böl x-i bərabərləşdirib 4də 1 y-ə. 4də 1 y-ə. Bu da moduldan yenə mənfi çıxmır deyənə, bu y də müsbət olmalıdır ki, bu nə olsun? 4də 1 y-ə bərabər ola bilsin də, yəni bu modul daxili ifadə 4də 1 y-ə bərabər ola bilsin. İndi deməli birinci modul daxili x mənfi y müsbət olduğuna görə bu modul daxilindəki ifadə mənfi olur. Biz mənfidən modulu necə çıxarırdıq? Mənfi qarşısına atıb çıxarmırıq. Olur mənfi x y bərabərdir mənfi 4x-ə. Buradan indi mənfi x-lər ixtisar gedəndən sonra y-imiz bərabər olur 4-ə. Deməli biz tapdıq ki y-imiz 4-dür. İndi daha sonra y-i 4 tapandan sonra ikinci modula baxırıq. İkinci modulda y-imiz müsbət idi, x-imiz mənfi idi. Bu modul daxili mənfi ədəddir. Modul daxili mənfi olanda onu necə çıxarırdıq moduldan? Qarşısına mənfi atıb çıxarırdıq. Yazaram mənfi y böl x bərabərdir 4də 1 y-ə. Buradan y-ləri ixtisar aparandan sonra x bərabər olur mənfi 4-ə. X-i də tapdıq mənfi 4. Deməli y-imiz müsbət 4-dür, x-imiz də mənfi 4-dür. Bizdən x plus y cəmini istəyir, cavab olur burada 0. Cavabımız 0-dır burada. Maraqlı sual idi. Çox maraqlı sual idi, bunu yazdım. Baxaq 40 nömrəli tapşırığa. Yazıb ki, a vur b hasili bərabərdir 16. Kök altında a vur kök altında b bərabərdir, vurma deyil, çıxmadır. Kök altda a çıxılsın, kök altda b bərabərdir 10 olduğunu bilərək kök altda a plus b ifadəsinin qiymətini tapın. Deməli, a vurulsun b 16-dır və kök altda a çıxılsındır. Kök altda b bərabərdir 10 olduğunu bilərək kök altda a plus kök altda, daha doğrusu kök altda a plus b cəmini tapın. Bu ifadənin qiymətini biz tapmalıyıq. Əvvəlcə gəlin burada nə edək? Bu kök altda a minus kök altda b-nin bu bərabərliyin hər tərəfini kvadrata yüksəldək. Sol tərəfdə olacaq a çıxılsın birinci ilə ikincinin hasilini 2 misli. 2 kök altda ab olur və üzərinə gəl b. Bərabər olmalıdır 100-ə. İndi mənə ab hasilini 16 verib deyənə, olur a çıxılsın, 2 vurulsun, kök altda 16, üzərinə gəl b bərabər olur 100-ə. Və daha sonra buradan a plus b cəmi çıxılsın, kökdə 16-dan 4 çıxır, 2 dəfə 4 olur 8, bərabər olur 100-ə. Buradan a plus b cəminin 108 olduğunu alırıq. Və indi məndən kök altda a plus b ifadəsinin qiymətini istəyir deyənə, a plus b-nin yerinə 108 qoyarıq. Olacaq kök altda 108. Bu da, bunu biz kökün altında 36 vur 3 kimi yazandan sonra 108-i. 36 vur 3 kimi yazandan sonra bu bərabər olur 6 kökdə 3-ə. Deməli, cavabımız burada 6 kökdə 3 B variantıdır. Bu da belə bir maraqlı sual. 40-cı sualda cavab oldu 6 kök altında 3. Davam eləyək 41-ci tapşırıqla. Hesablayın yazıb. Kök altında 8 çıx kökdə 15 çıxılsın kök altda 8 plus kökdə 15. Deyir ki, bu ifadənin qiymətini hesablayın. Hesablayaq. Deməli, kök altında 8 çıx kökdə 15 çıxılsın kök altında 8 plus kökdə 15. Bu ifadənin qiymətini hesablamalıyıq. Bunu necə hesablayarıq biz? Deməli, bu kökün altında, birinci kökün altında, kök altda kökdə 5 minus kökdə 3-ün kvadratıdır. Kökdə 5 minus kökdə 3-ün kvadratıdır. Daha doğrusu indi bu 2 kök altda olmalıydı, amma burada 2 kök altı yoxdur. Bizə dəqiqə. Yox, bu şəkil yazmaq olmaz. Bunu indi gəlin uşaqlar, hər hansı bir a-ya bərabərləşdirək. Bu ifadənin qiymətini hər hansı bir a ədədinə bərabərləşdirək. Daha sonra bu mənfi kök altda 8 plus kök altda 15-i keçirək bərabərliyin sağ tərəfinə. Solda qalır 8 çıx kökdə 15 kökün altında. Bərabər olur, sağda da bərabər olur bu a plus kök altında 8 plus kökdə 15-ə. İndi daha sonra bunun hər tərəfini kvadrata yüksəldir. Bunun hər tərəfini kvadrata yüksəltsək, olacaq birinci sol tərəfdə kök altdan azad olacaq. Olacaq 8 çıxılsın kök altda 15. Bərabər olur. Sağ tərəfi də mən kvadrata yüksəltsəm, olacaq a kvadrat plus birinci ilə ikincinin hasilini 2 misli. 2a kök altında 8 plus kök altda 15
Və üzərinə gəl ikinci kök 6 ifadənin kvadratı. Yəni 8 plus kök 15 olur da kökdən azad olandan sonra. Buradan indi biz 8-ləri ixtisar aparsaq, 8-ləri ixtisar aparsaq, kökdə 15-i də sol tərəfə atsaq olur mənfi 2 dənə kökdə 15 bərabər olur a kvadrat plus 2a vurulsun kök altda 8 plus kök altda 15. Və indi mən buradan mənfi 2 kökdə 15 bərabər olacaq. Sağ tərəfdən a-nı kök mötərizə xaricində çıxarsaq olacaq a vurulsun a plus 2 vurulsun kök altında 8 plus kökdə 15. Belə bir ifadə alırıq. Və buradan indi bizə nə lazımdır? Bizə a-nın qiymətini tapmaq lazımdır. Yəni a neçə olmalıdır ki, bu ifadənin qiyməti mənfi 2 kök altda 15-ə bərabər olsun. İndi biz a-nı tapmaq üçün nə etməliyik? Bunu bölməliyik də bu mötərizənin içərisinə. Bölsək bizə nəyə verəcək burada? Yəni bir də yazaq 41 nömrəli sualı. Yazıb ki, kök altında 8 çıx kökdə 15 üz çıxılsın kök altında 8 plus kökdə 15. İndi bunu biz hər hansı bir a-ya bərabərləşdirəndə, indi gəlin hər tərəfin kvadrata yüksəldək. Bu olacaq, bunu da kvadrata yüksəldək, sol tərəfi də, sağ tərəfi də kvadrata yüksəldək. Solda olur birincinin kvadratı kökdən çıxır, olur 8 kökdə 15. Çıxılsın birinci ilə ikincinin hasini kimisi olur 2 vurulsun kök altında 8 çıx kökdə 15. Vurulsun 8 plus kökdə 15. Bunu bir kökün altına yaza bilirik. Və üzərinə gəl ikincinin kvadratı. Yəni 8 plus kökdə 15 olur. Bərabər olmalıdır a kvadratına. İndi buradan biz mənfi kökdə 15 ilə müsbət kökdə 15-ləri islah apara bilərik. Mənfi kökdə 15 və müsbət kökdə 15-ləri islah gedir. Daha sonra qalır ki 8 plus 8 16 çıxılsın 2 vurulsun kökün altında da kvadratlar fərqinin açılışıdır. 8 çıx kökdə 15 8 plus kökdə 15 olur 64 çıxılsın 15. Bərabərdir a kvadratına. Buradan 16 çıxılsın, 2 vurulsun, kök altı 64-dən 15 çıxanda 49 olur. Bu bərabər olmalıdır a kvadratına. 16 çıxılsın, 2 vurulsun, 49-dan 7 çıxır, bərabər olur a kvadratına. İndi 16-dan 2 vur 7-ni çıxanda, yəni 14-ü çıxanda 2-yə bərabər olur. A kvadratımız 2-dir, bizə a lazımdır. A da olur kökdə 2. Cavab burada kökdə 2 D variantıdır. Bu da 41 nömrəli tapşırıq. Daha sonra 42-ci suala baxaq. Yazıb ki, ifadənin qiymətini hesablayın. Sürətdə 22 üstü 4 vurulsun 8 üstü 4 bölünsün 121-in kvadratı vurulsun 4 üstü 6. Biz sürətdə 22 üstü 4-ü mən yazaram 2 üstü 4 vurulsun 11 üstü 4 və vurulsun 8 üstü 4-ü də yazaram 2 üstü 3 üstü 4. Bu şəkildə yazarım. Bölünsün məxrəzdəki 121-in kvadratını yazaram 11-in kvadratının kvadratı. Və vurulsun 4 üstü 6-nı yazaram. 2 üstü 6 vur 2 üstü 6 ilə. Bərabər olur. Sürətdə indi 2 üstü 4 vurulsun 11 üstü 4 və vurulsun 2 üstü 12 olur. Bölünsün məxrəzdə də 11 üstü 4 vurulsun 2 üstü 12 olur. Buradan 11 üstü 4-ləri ixtisar aparsaq 2 üstü 12-lər də ixtisar gedir. Qalır elə bizdə cavabımız 2 üstü 4. 2 üstü 4 də nəyə bərabərdir? 16-ya. Yəni 2-ni 4 ədədinə vuranda cavabımız 16 olur. 42-ci sualda da cavab oldu C variantı. Düzdür, burada variant düşməyib, amma cavabımız 3-cü variant, C variantı. 43 nömrəli suala baxaq. Bu da çox maraqlı sualdır. Yazıb ki, 4 üstü A ifadəsi 5 olarsa, 2 üstü 3A ifadəsinin qiymətini hesablayın. Mən əvvəlcə bunu necə yazacağam? Yuxarıdakı 4 üstü A bərabərdir 5-dirsə, mən 4-ü yazaram 2-nin kvadratını üstü A bərabər olur 5-ə. Bu da bərabər olur 2 üstü 2A bərabərdir 5-ə. Və mən 2 üstü 3A-nı tapmaq üçün 2 üstü 3A-nı yazaram ki, belə. 2 üstü 3A-mız bərabər olacaq. Həndi buradan bizə dəqiqə 4 üstü A bərabər olur 5-ə. Hə? Bunu yazaq belə. 4 üstü A bərabər olur 5-ə. 2 üstü 3A-nı yazaram. 2-nin kubu üstü A. 2-nin kubu üstü A. Bu da nəyə bərabər olur? 2 üstü 3A. 8 üstü A olur da. 8 üstü A. İndi mən 8 üstü A-nı belə yaza bilərəm. 4 üstü A vurulsun 2 üstü A şəklində. 4 üstü A vurulsun 2 üstü A şəklində yaza bilərik. İndi 4 üstü A-mız bizdə 5-ə bərabərdir. 4 üstü A-nın yerinə yazacağam 5. Bəs 2 üstü A nəyə bərabər olacaq? 2 üstü A da
kökdə 5 olur da. Çünki bunun kök 6-sı. Baxın, 4 üstü a nə deməkdir? 2 üstü a vurulsun 2 üstü a demək deyil. Bu 5-ə bərabərdir. İndi mənim 4 üstü a 5-dirsə, deməli 2 üstü a kökdə 5-dir. 5-i vuracam kökdə 5-ə, cavabımız olur 5 kökdə 5. Burada cavab Y variantı 5 kökdə 5-ə bərabər olur. Bu da 43-cü sualımız. Davam eləyək 44 nömrəli tapşırıqla. Yazıb ki, A 2-dən kiçik olarsa, A 2-dən kiçik olarsa, bu ifadənin qiymətini hesablayın. İfadəmiz bu şəkildədir. Kök altında deməli a kvadrat çıxılsın 3a plus 2 üzərinə gəl kök altında a kvadrat çıx 4a üzərinə gəl 4. Bu ifadənin qiymətini hesablamalıyıq. Bu bərabər olacaq kök altında a kvadrat çıxılsın 3a plus 2-ni olduğu kimi yazaram. Sonra bu kökün altındakı a kvadrat çıx 4a plus 4 bilirik ki a çıx 2-nin kvadratıdır. Bu da bərabər olur. İndi kökü bağlayaq, aşağıdan yazaq. Bu da indi bərabər olur. Kök altında a 2-dən böyük olduğuna görə olacaq a kvadrat çıx 3a plus 2. Üzərinə gəl, bu modulda çıxır. Bilir ki, cüt dərəcədən dəhlizlər islah edəndən sonra modulda a çıxılsın 2 olaraq çıxır. Və a-mız da 2-dən böyük olduğuna görə deməli bu müsbət olur. Müsbət modulda olduğu kimi çıxır. Olacaq a kvadrat çıx 3a plus 2. Üzərinə gəl a çıx 2 olur. Olduğu kimi çıxır. Bu da bərabər olur nəyə? A kvadrat kök altında a kvadrat çıxılsın 2a-ya. A-mız 2-dən böyükdür də. Bir də baxaq. A-mızı bizə 2-dən böyük vermişdir, yoxsa kiçik. Şöyle kiçik verib burada. Suala baxmadım mən. A-mızı 2-dən kiçik verib. Buna görə bu müsbət 2 çıx a olaraq çıxacaq moduldan. Bu da olur a kvadrat çıx 4a üzərinə gəl 4. Bu şəkildə olur. İndi bu da yenə kök altında a çıx 2-nin kvadratıdır axı. A çıx 2-nin kvadratı. Bu da yenə modulda çıxacaq. Modulda a çıx 2 olaraq. A-mız da 2-dən kiçikdir dediyinə görə bunu əks işarə ilə çıxarırıq. Yəni cavabımız olacaq 2 çıx a. Görək hansı variantdır 2 çıx a. A variantı ilə. 2 çıx a. Cavabımız olur 2 çıx a variantı. 45-ci suala baxaq. Y bərabərdir kx plus b funksiyasının qrafikinə görə k və b-nin işarəsini müəyyənləşdirin. Ümumiyyətlə biz xətti funksiyanın qrafikindən k və b-nin işarəsini necə müəyyənləşdiririk? Y oxunu hansı nöqtədə kəsirsə, həmin nöqtə olur bizim b-miz. Çünki y-i kəsəndə x 0 olur. X-ə 0 verəndə də y bərabərdir b olur elə. İndi bu y oxunu aşağıda kəsdiyinə görə, yəni koordinat başlanğıcından aşağıda kəsdiyinə görə, deməli bizim b-miz 0-dan kiçikdir. Bəs k-nın işarəsini nəyə əsasən müəyyənləşdirirdik? Bu qrafikin x oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaqla. Əgər həmin bucaq kör bucaqdırsa, deməli k-mız 0-dan kiçik olurdu. İti bucaqdırsa, k-mız 0-dan böyük olurdu. İndi burada görürük ki, bu bucaq kör bucaqdır, yəni 90-dan böyükdür. Ona görə k-mız 0-dan kiçik olacaq. Və bir də ki, bu bucağın tangensi, yəni tangens alfa bizdə xətti funksiyanın bucaq əmsalını, yəni k-nı verirdi. Bunu da qeyd edək. İndi burada k da mənfi, b də mənfi hansı variantda verilib? Y variantında. Cavabımız Y variantıdır. 46-cı suala baxaq. Yazıb ki, x kvadrat plus y kvadrat çıxılsın 8x bərabərdir 0 tənliyi ilə verilmiş çevrənin radiusunu tapın. Biz bilirik ki, çevrənin tənliyinin ümumi şəkli x çıxılsın a-nın kvadratı üzərinə gəl y çıxılsın b-nin kvadratı bərabər olur r kvadratına. Bu şəkildədir çevrənin ümumi tənliyi. İndi x kvadrat plus y kvadrat çıx 8x-i də mən yazacağam. Deməli necə? Yazarıq x kvadrat çıx 8x-i yazaram x çıx 4-ün kvadratı üzərinə gəl y kvadrat və bir də çıx 16 yazmalıyam. Bərabərdir 0 olur. Daha sonra buradan x çıx 4-ün kvadratı plus y kvadrat bərabər olur mənfi 16-nı sağ tərəfə keçəndə müsbət 16 olur. Axı mənim bu bərabərliyin sağ tərəfindəki bu 16 bizim radiusun kvadratı idi. Deməli r kvadratımız 16-dır. Əgər radiusun kvadratı 16-dırsa, deməli radiusumuz neçədir? 4. Cavab olur burada 4B variantı. Cavabımız burada B variantıdır. Davam eləyək 47-ci sualına. Yazıb ki, dairənin radiusu 2 dəfə azalarsa, onun sahəsi neçə dəfə azalar? Dairənin sahə düsturunu yazsaq, S dairə bərabər olur pi r kvadratına. İndi radius 2 dəfə azalarsa, sahə radiusuna kvadratik düz mütənasibidir. Radius 2 dəfə azaldırıqsa, sahəmiz 4 dəfə azalar. Cavab burada A variantıdır. 48-ə baxaq. Yazıb ki, bu ədədin 20%-i
hansı ədədlə bitir? Baxın, çox maraqlı sualdır bu da. 80 vurulsun mötərizədə 10x plus 3 ədədinin 20% olan ədədin sonu hansı rəqəmlə bitir deyir. Gəlin bunu vurub açaq, olur 800x üzərinə gəl 240. Biz bunun 20%-ni tapaq. Ədədin faizini taparkən bilirik ki, ədədi faiz göstərən ədədə vururuq və 100-ə bölməliyik. 100-ə bölərik. Bu da bərabər olacaq. Burada 100 ilə 20 xısar gedir. 100-ün yerinə 5 qalır, 20-nin yerinə 1 qalır. Daha sonra sürətdə qalır 800x plus 240 və bölünsün 5. İndi biz bu ədədin sonunu hansı rəqəmlə qutaracağını tapmalıyıq. Bunları ayrı-ayrı məxrəclərdə yazanda olur 160x üzərinə gəl 48. 160x plus 48. Uşaqlar, indi fikir verin, burada mən x-in yerinə nə yazıramsa yazım. Bunun sonu həmişə nə ilə bitəcək? 160x-in. Bunun sonu həmişə 0 ilə bitəcək. Çünki sonu 0 ilə bitən ədədi biz istənilən ədədə vursaq, yəni sonu istənilən ədədlə bitən bir ədədə vursaq, yenə onun sonu 0 ilə bitəcək. Və sonu 0 ilə bitən ədədin üzərinə sonu 8 ilə bitən ədədi əlavə edirəmsə, deməli alınmış ədədin sonu hansı rəqəmlə bitəcək? 8 ilə. Cavabımız burada Y variantı olur. Bu da çox maraqlı sual idi. Bunu da yazdıq. Davam edək 49 nömrəli sualına. Yazıb ki, y bərabərdir x kvadrat plus 2x plus 5 funksiyasının qiymətlər çoxluğu. Ümumiyyətlə, funksiyanın qiymətlər və təyin oblasti ilə bağlı buraxılış imtahanında suallar düşür. Ona görə də gəlin onlar haqqında danışaq. Ümumiyyətlə, funksiyanın qiymətlər oblasti nəyə deyilir, təyin oblasti nəyə deyilir? Funksiyanın qiymətlər çoxluğu deyiləndə həmin funksiyanın y-in ala biləcəyi, həmin funksiyada y-in ala biləcəyi qiymətlər nəzərdə tutulur. Amma təyin oblasti deyiləndə həmin funksiyada x-in ala biləcəyi qiymətlər nəzərdə tutulur. Və bu kvadratik funksiyanın da qiymətlər çoxluğunu tapmaq üçün mən əvvəlcə bu ifadənin ən kiçik qiymətini tapmalıyam. Düsturumuz var, n bərabərdir mənfi diskriminant bölünsün 4a. Və indi bizim diskriminant düsturunun yerinə yazsaq olacaq 4ac çıxılsın b kvadrat. İndi deyəcəksiniz baxı, b kvadrat çıx 4ac idi. Qarşısındakı mənfi işarəsini dəyişdi. Və bölünsün 4a. Bu da bərabər olur 4 vurulsun. A-mız 1-dir, c-miz də 5-dir. 4 vur 1 vur 5 və çıxılsın b kvadrat, yəni 4. Bölünsün 4-ə. Bunu hesablayaq əvvəlcə. Olur 4. Deməli, uşaqlar, bu funksiyanın ən kiçik qiyməti 4-dür. Uşaqlar, indi bunun ən kiçik qiyməti 4-dürsə, deməli, digər qiymətlər hamısı bundan böyükdür də. 4-dən müsbət sonsuzluğa. Cavabımız olur burada D variantı. 4 müsbət sonsuzluq. 50-ci sual da maraqlı sualdır. Yazıb ki, bucaq C 90 dərəcə, üçbucaqlarla bağlı bir sualdır. Bucaq C 90 dərəcə, CD AB-yə perpendikulyar, AD 16-dır. Gəlin, bizə verilənləri qeyd eləyək. AD 16-dır, CD 12-dir. Məndən nə istəyir? BC-ni. BC-də bir x yazaq. Buranı istəyir. Uşaqlar, ümumiyyətlə, düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən çəkilən hündürlüyün belə bir düsturu var. H kvadrat bərabərdir MN düsturu. Bunu yəqin ki, bilirsiniz. İndi mən bura 16, bura özümdən bir x yazsam, 12-nin kvadratı bərabər olmalıdır 16 vur x-ə. Və buradan x-in 9 olduğunu alırıq. X-i 9 tapandan sonra, baxın, bu kiçik düzbucaqlı üçbucaqdan Pifagorla getsək, hipotenuzun kvadratı, yəni x kvadrat bərabər olmalıdır 12-nin kvadratı plus 9-un kvadratına. Buradan x kvadrat bərabər olur 12-nin kvadratı 144, 9-un kvadratı 81, 225-ə. Əgər hansı ədədin kvadratı 225 edir? 15-in. Cavab deməli burada 15-dir. Bizdən x istəyir, cavab oldu 15. 51-ci suala baxaq. Düzbucaqlının bir tərəfi digərindən 3 cm kiçikdir. Sahəsi 88 olarsa onun böyük tərəfini tapın. Belə bir düzbucaqlı təsvir eləyək. Bir tərəf o birindən 3 cm kiçikdirsə, bu deməkdir ki, biri o birindən 3 cm böyükdür də. Məsələn, e-ninə x yazsaq uzunluğu olur x plus 3. Düzbucaqlının sahəsi necə tapılır? E-nin uzunluğunun hasili, yəni x vurulsun x plus 3 bərabər olmalıdır 88-dir. Və buradan rahatlıqla görünür ki, x-imiz neçədir? 8-dir. X-i 8 tapandan sonra, deməli bizim düzbucaqlımızın e-ni 8-dir. Bizdən isə, baxın diqqətli olun, böyük tərəfini istəyir bizə. Bu düzbucaqlının deyir ki, böyük tərəfini istəyir. Böyük tərəfi də x plus 3 yazdığıma görə cavab olur 11 sm. 52-ci suala baxaq. Vektorlarla bağlı sualdır. Vektorlar da buraxılış imtahanına 100% düşür. 9-ların buraxılış imtahanına vektorlarla bağlı sual 100% düşür. Yazıb ki, A vektorunun koordinatları 1-2-dir. B vektorunun koordinatları isə 1-1-dir də, yəni ki, 1-1. İndi məndən bunların cəminin mütləq qiymətini istəyir. Əvvəlcə gəlin A vektoru ilə B vektorunu toplayaq.
Vektorların toplanma qaydasına əsasən vektorları toplayarkən onların uyğun koordinatlarını toplamaq lazımdır. Baxın, vektorlarla bağlı sual 100% düşəcək. İndi bunun uyğun koordinatlarını toplayanda x-lərini toplayanda olur 2, y-ləri də toplayanda 2 plus 1 olur 3. Deməli, bunların cəminə bərabər olan hər hansı bir c vektorunun koordinatları 2, 3-dür. Və məndən buna hər hansı bir c vektoru deyək. Bu c vektorunun mütləq qiymətini istəyir. Mütləq qiyməti nə deməkdir? Yəni c vektorunun modulunu soruşur. Və biz bilirik ki, baxın diqqətli olun, vektorun modulunu tapmaq üçün, yəni uzunluq da deyirlər, kök altında koordinatlarının kvadratları cəmini tapırıq. Bunun koordinatları 2, 3 olduğuna görə, yəni 2-nin kvadratı plus 3-ün kvadratı olacaq. Bu da bərabər olur kök altında 4 plus 9, yəni 13. Cavab olur kökdə 13. Cavabımız burada kökdə 13-dür. Diqqətli olun. Deməli, baxın uşaqlar, 53 nömrə tapşırığına simmetrik çevirmədir. Bunlarla da bağlı sual düşəcək, 100%, yəni əminliklə deyirəm ki, bunlarla da bağlı sual sizə düşəcək. Buna görə indi bir dənə diqqətli olun. Uşaqlar, zəhmət olmasa ekranda tıklayaq ki, qoy canlı yayım artsın. İndi burada uşaqlar, baxın, A vektorunun koordinatları -3A'dır. B vektorunun koordinatları isə B -2-dir. Bizə deyir ki, bu nöqtələr ordinat oxuna nəzərən simmetrikdirlər. Bu nöqtələr ordinat oxuna nəzərən simmetrikdirlər və məndən A və B-ni tapın. Baxın uşaqlar, diqqətli olun, bir dənə bu sualı indi izah edəcəm sizə. Bunlarla bağlı sizə sual 100% düşəcək. Simmetrik çevirmə nə deməkdir? Məsələn, tutaq ki, bizə hər hansı bir A nöqtəsi verilibsə, bunun koordinatları götürürəm ki, x, y-dir. Mən bunu deyirəm ki, bu nöqtəni x oxuna nəzərən simmetrik çevirin. İndi bax, imtahandan sonra deyəcəksiniz ki, baxın, bu tip sual bizə düşdü. X oxuna nəzərən simmetrik çevirin. Bunu x oxuna nəzərən simmetrik çevirəndə, tutaq ki, hər hansı bir A' nöqtəsinə keçirsə, bunun uşaqlar x-i dəyişmir. X olduğu kimi qalır, y-i isə əksinə dəyişir. Olur -y. Bax, bunu mütləq bilməlisiniz, mütləq. Hansı oxa nəzərən deyirsə, həmin nöqtənin, məsələn, x oxuna nəzərən deyirsə, x-i dəyişmir. Məsələn, indi başqasına baxaq. Yenə A, x, y nöqtəsini bu dəfə deyir ki, ordinat oxuna nəzərən, yəni o, y oxuna nəzərən simmetrik çevirək. Bunda tutaq ki, hər hansı bir A' nöqtəsinə keçirsə, bu dəfə bunun y-i dəyişmir, x əksinə dəyişir. Yəni -x, y olur. Bir də son olaraq bunu da deyək ki, keçək sualımızın izahına. Uşaqlar, koordinat başlanğıca nəzərən deyəndə isə, məsələn, o 0, 0 nöqtəsinə nəzərən simmetrik çevirin deyəndə isə, A nöqtəsinin həm x-i əksinə dəyişir, həm də y-i. -x, -y olur. Baxın, bu 3 dənə qaydanı mütləq bilməlisiniz. İndi gəlin nə edək? Sualda bizə nə deyirdi? Deyirdi ki, bu nöqtələr ordinat oxuna nəzərən simmetrikdir. Uşaqlar, A və B nöqtələri ordinat oxuna nəzərən simmetrikdirsə, deməli A nöqtəsinin y-i dəyişməyib. Baxın, çevrildiyi nöqtənin y-inə baxın, -2 olub. Deməli, A nöqtəsinin y-i də, yəni burada A ilə işarə olunub da, -2 olmalıdır. İndi bir də B-ni tapaq. B-miz isə B-nin x-idir də, belə deyək, x-in əvəzinə B yazıblar. A-nın x-i əksinə dəyişməli idi axı. A-nın x-i -3-dür. Əksinə dəyişəndə olur -3. A və B-ni tapdıq. Sualımız bitdi. Deməli, A-mız -2-dir, B-miz 3-dür. Baxın, bu tip suallar, hətta 11-lərin buraxılış imtahanına belə bu tip suallar düşür. Bir dənə zəhmət olmasa uşaqlar, ekranı tıklayaq. Baxın, bu axıra kimi baxaq bu suallara. Bunlar düşmə ehtimalı yüksək olan suallardır. Yəni, buraxılış imtahanına düşmə ehtimalı yüksək olan suallardır.